Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Xoş gördük yeni videomuzda hər birinizi. Bugün sizinlə 2016-cı il 1-ci qrup sınaq 4-ün A variantı testlərinə baxırıq. Başlayaq. 26-cı sualda bizdən soruşur ki, hansı fiziki cəmiyyətin düsturudur bu? İfadəsidir. P bölünsün, Royal böl S-i məxrəcdə R kimi əvəz etsək, P-ni R-ə böləndə nəyi verər? Biz bilirik ki, P bərabər I kvadrat R düsturumuz var. P-ni bizə güc verib də. Buradan I kvadratı P bölünsün R-dir. I-ni tapsaq kökə girər bu düstur. Deməli ki, cəryan şiddətidir. 27. İkinci sxemdəki kondensatorlar batareyasının tutumunun birincədəkinə nisbətini istəyir bizdən. Yəni S2 bölünsün S1-dir sual. Gəlin əvvəlcə S2-ni tapaq. S2-də deməli yuxarı qolda 2 dənə ardıcıl birləşmə var. Ardıcıl birləşmədə necə tapılırdı? S bölünsün 2. Aşağı qolda da S bölünsün 2. Sonra bunlar bir-birinə paraleldir deyə toplanır və S verir bizə. S1 isə nədir? 3 dənə ardıcıl kondensator birləşdiyinə görə S bölünsün 3 olur. Burada da indi S2-ni S1-ə böləndə S bölünsün S bölü 3 bərabər S vurulsun 3 çıxır yuxarıya. S-lər ixtisar gedir, cavab qalır 3. Doğru cavab B variantı olur. 28. Doymuş buxarın təzyiqinin həcmdən asılılıq qrafiki verilmişdir. Bu prosesdə buxarın kütləsi və sıxlığı haqqında hansı mülahisə doğrudur? Deməli, burada nə baş verib? İzoxordur. Çünki B sabitdir. P artıbsa, təzyiq artıbsa, temperatur da artıb. İzoxor qızmadır. İzoxor qızma prosesində buxarın kütləsi doymuş buxardırsa, burada deməli həm maye var, həm buxar var da. Buxarın kütləsi artır. Həmçinin buxarın sıxlığı neyniyəcək? Buxarın sıxlığı da artacaq. Nəyə görə? Çünki həcm sabitdir. M bərabər rho V, həcm sabit. M artırsa rho da artacaq da. Ona görə hər ikisi artar. Doğru cavab olur B variantı. 29. Hansı cihazın köməyi ilə dövrətmə tezliyini təyin etmək olar? Saniyə ölçən. Nəyə görə? Çünki dövrətmə tezliyi bərabər 1 bölünsün T-dir. Periodu bilsək, saniyə ölçəndən ölçüb tərs qiymətini, tezliyi ifadə edə bilərik. 30. Düz xətlə hərəkət edən cismin koordinat zaman qrafiki verilmişdir. Sürətlərin müqayisəsi. Bu hansı hərəkətdir? Bərabər yavaşlayan hərəkət. Yavaşlayan hərəkətdirsə adından bəlli yavaşlayır. Getdikcə sürət azalır. Demək ki, modulunu istəyir. V1 böyükdür V2-dən, V2 də böyükdür V3-dən. Doğru cavab olur burada. A variantı. Bir dəqiqə baxaq görək adımı. Aha, bəli, A variantı olacaq. V1 böyük, V2 böyükdür V3. 31. Radio qəbul edicinin daha uzun dalğalara kökləmək üçün nə etmək lazımdır? Dalğa uzunluğunu düsturun yazsaq 2pi kök altında LC. Deməli, biz burada dalğa uzunluğunu daha böyük etmək üçün ya L-i ya S-ni artırmalıyıq. Burada da S-ni artırmalıyıq. Bəs hansı tutumu? Biz bilirik ki, burada köklənməni nə həyata keçirir? Dəyişən tutumlu kondensator olan rəqs konturu olmalıdır burada. Əslində bu kondensator dəyişən tutumlu olmalıdır. S1 kondensatoru və S1 kondensatoru, yəni dəyişən tutumlu kondensator rəqsləri radio qəbul ediciyə deməli köklüyür. Radio qəbul edicinin daha uzun dalğalara köklüyür, yəni radiostansiyaya köklüyür də. Ona görə burada S1-in tutumunu artırmaq lazımdır. Ola bilər, ya şəkildə düşməyib, yəni bu dəyişən tutumlu olması. Amma kitablarda və saitlərdə hamısında və öyrənəndə də belə deyirik ki, dəyişən tutumlu kondensator rəqslərin köklənməsini həyata keçirir. Davam edək. 32. Riyazi rəqqasın uzunluğunu 9 dəfə artırdıqda rəqslərin periodu necə dəyişər? Periodun düsturu T bərabər 2pi, kök altında L bölünsün J. Uzunluq 9 dəfə artanda period da 3 dəfə artmış olar. Doğru cavab olur C variantı. 33. Sarğacdan keçən maqnit selinin dəyişmə sürəti, yəni delta F bölünsün delta T 5 dəfə azalarsa, sarğacda yaranan induksiya EHG-si necə dəyişər? İnduksiya EHG-si özü elə delta F bölünsün delta T-dir. Ona görə bu 5 dəfə azalanda induksiya EHG-si də 5 dəfə azalar. Doğru cavab olur B variantı. 34.
Sabit həcmdə ideal qazın A halından B halına keçməsi üçün onun kütləsi necə dəyişilməlidir? Baxırıq ki, A-dan B-yə keçməsi üçün temperatur sabitdir, həcmi də sabit verib. Onda yazaq ki, PV bərabərdir M bölünsün M R T. Deməli, R sabitdir, M sabitdir, V-ni də sabit verib, T-ni də. P-dən düz asılı qalır da kütlə. P neyniyibdir? Baxıram, 150-dən 100-ə düşüb. 150-dən 100-ə keçmək nə deməkdir? 1,5 dəfə azalıbdır. Onda kütlə də 1,5 dəfə azalar. Doğru cavab olur Y variantı. 35. Üfüqi müstəvidə sükunət halından eyni F qüvvəsinin təsiri ilə hərəkətə başlayan cisimlər eyni yer dəyişmələri icra etmişlər. Onların kinetik enerjilərinin nisbətini hesablayın. Deməli, kinetik enerjinin nisbəti burada hərəkətə F qüvvəsinin təsiri ilə başlayıblar da. Ona görə burada görülən işə bərabər olacaq. Yəni, A1-in A2-yə. A da nədir? F1, S1, kosinus alfa 1, F2, S2, kosinus alfa 2. Eyni yer dəyişmə icra edilibsə, bunların S-lərini ata bilərik. Çünki eynidir, ixtisar gedəcəklər. Birinci halda eyni qüvvədir. F1, F2 də eynidir. F vurulsun, kosinus 60 dərəcə. İkinci halda F vurulsun, paraleldir, yəni kosinus 0 dərəcə. Kosinus 0-da 1 verir, məxrəc gedir ümumiyyətlə, qalır cavab kosinus 60, yəni 2-də 1. O da verir bizə, bir dəqiqə, burada bu ikincidir, bu birincidir. Onda biz yerlərini dəyişməliyik, cavabımız 2 alınacaq. Bizim tapdığımız, bir də həlli silmirəm, 2-nin 1-ə nisbətidir. Amma bizdən soruşulan 1-in 2-yədir. 1-in 2 olduğuna görə cavab olacaq 2. Ümid edirəm ki, aydındırsa 35-də A variantı olur. Diqqətsizlik eləməyək. 36. Hansı qanun sistem bir haldan başqa hala keçdikdə daxili enerjinin dəyişməsi xarici qüvvələrin işi ilə sistemə verilən istilik miqdarının cəminə bərabərdir? Təbii ki, termodinamikanın birinci qanunu. 37. İfrat keçiricilərin xüsusi müqavimətinin temperaturdan asılılığı doğru cavab D-dir. İfrat keçiricilərin nə idi deyirdik? Deyirdik ki, çox aşağı temperaturlarda müqavimətin kəskin olaraq sıfıra düşməsi də deməli, sıfıra düşən maddələrə deyirdik ifrat keçiricilər. Və həmin temperaturda olurdu böhran temperaturu. 38. Müəyyən hündürlükdən düşən cismin daxili enerjisi neyniyir? Deməli, kinetik enerjinin artması nəticəsində azalır, səhvdir. Deməli, gəlin bunun analiz edək. Müəyyən hündürlükdən bir dənə cisim düşür. Bunun əvvəlcə kinetiki var idi. Daha doğrusu hündürlükdə deyək, potensial enerjisi var idi. Bu hərəkətə gəlir deyənə bunda kinetik enerji yaranır. Və gəlir bu düşür yerə dayanır da təbii ki. Ona görə də bunun daxili enerjisi artır. Yəni, daxili enerjinin artır bizdə cavabı olmalıdır. Amma nəyin nəticəsində artır? Daxili enerji artır cavabımız harda var? Bir burada var, bir də burada var. Cismin potensial enerjinin artması. Potensial enerji artmır axı burada. Niyə? Çünki hündürlükdən düşür. MGH-dır potensial enerji. Hündürlük azaldıqca potensial azalır. Y-də nə deyir? Havanın müqavimət qüvvəsinin cisim üzərində gördüyü işin hesabını artır. Bəli, cisim düşürsə havadakı müqavimət qüvvəsi cisim üzərində iş görür. Biz də demişik ki, cismin üzərində iş görülürsə cismin daxili enerjisi artır. Cisim özü iş görürsə onda daxili enerjisi azalacaq. Doğru cavab oldu Y. Cəryan şiddətinin verilmiş qiymətində sarğacın maqnit sahəsinin enerjisinin onun induktivliyindən asıllıq qrafiki verilmişdir. Yaxşı, burada deməli cəryan şiddətini tapmalıyıq. Enerji bərabərdir L-I kvadrat bölünsün 2. Burada E-ni tapsaq, kök altında 2 enerji bölünsün L. Enerji böl L-i də tangensilə ifadə eləsək, olacaq cavabımız 2 tangens alfa. Doğru cavab olur 39-da Y variantı. 40. Cisim vakuumdakı çəkisi P0-dır. Sıxlığı cismin sıxlığından 3 dəfə kiçik olan mayedə onun çəkisi. Deməli, cismin mayedəki çəki düsturu P bərabərdir. P0 vurulsun 1 minus rho maye bölünsün rho cisimdir. Burada yerinə qoyaq. Vakuumdakı P0-dır. Deyir ki, bu mayedə nəyə bərabərdir? P0 vurulsun, 1 çıxılsın. Sıxlığı cismin sıxlığından 3 dəfə kiçikdir. Yəni, mayenin sıxlığı cismin 3də 1-idir. Rho cisim bölü 3-dür. Mayenin yerinə yazıram. Rho cisimdə qalır yerində. Rho cisimlər gedir. P0 vurulsun. 1-dən 3də 1 çıxırıq.
Bu da eləyir 3-də 2 P0. Yəni doğru cavab olur 40-da A variantı. 41. Maddi nöqtə 4 qüvvənin təsiri ilə düz xətli bərabər sürətlə hərəkət edir. Düz xətli bərabər sürətli hərəkət edirsə, bu F əvəzləyici 0-dır. F əvəzləyici nədir? Cismə təsir edən qüvvələrin vektorial cəmi. Yəni, biz bunların vektor olaraq cəmini 0-a bərabər edirik. Bizə də 4 dənə qüvvə verib. F4 ilə F3-ün yerinə F2 yazsaq, onda olur F1 üstə gəl 2 dənə F2 bərabərdir 0-a. Buradan da F1-i tapsaq, -2 F2 eləyir. Bizdən də modulunu istəyir. Modulun istədiyinə görə müsbət 2 F2-ni yazarıq. Doğru cavab olur B variantı 41-də. 42 elektrik sahəsinin intensivliyinin vahidi. İntensivliyin vahidi ya volt bölünsün metrdir, ya da F bərabər QY-dən C variantı Newton bölünsün kulonda seçə bilərik. Burada əsas vahidlərə getməyə ehtiyac yoxdur. 43. Kiçik deformasiyalarda yayın sərtliyi onun mütləq uzanmasına necə asılıdır? K bərabərdir SY bölünsün L0 düsturumuz var. Deməli, K bu düsturda olan kəmiyyətlərdən asılıdır. S-dən ən kəsik sahəsidir, Y-D Young moduludur, o dəyişmir. Bir də L0 başlanğıc uzunluq. Delta L mütləq uzanmadan isə asılı deyil. Ona görə də doğru cavab olur D variantı. 44. Hansı halda hərəkət edən elektronun ətrafında maqnit sahəsi yaranır? Maqnit sahəsi olması üçün yüklü zərrəcik hərəkətdə olmalıdır. Əgər yüküm elektronudursa, istənilən hərəkətində yaranacaq. Yəni, istəyir bərabər sürətlə hərəkət eləsin, istəyir bərabər təcilli, istəyir çevri üzrə fərqi yoxdur. Hər üç halda yük olmalıdır. Yəni, zərrəciyin yükü olmalıdır. Bir də o zərrəcik hərəkət eləməlidir. Şərt budur, maqnit sahəsinin yaranması üçün. 45. Verilmiş radioaktiv maddənin yarım çevrilmə periodunun maddənin başlanğıc kütləsindən asılı qrafiki hansıdır? Biz demişik ki, yarım çevrilmə periyodu başlanğıc kütlədən asılı deyil. 46. Düşən və qayıdan şüalar arasındakı bucağın 4/1 hissəsi 25-dir. Düşmə bucağını hesablayın. Deməli, düşən və qayıdan şüalar arasındakı bucağın əgər 4/1-i 25-dirsə, 4/1-i 25 olan bucaq hansı bucaqdır? 100 dərəcədə. İndi, əgər düşən şüa, tutaq ki, bu bizim müstəvidir, səthimizdir, səthin perpendikulyarıdır, bu düşən şüa, bu qayıdan şüa. Biz də bilirik ki, bunlar bir-birinə bərabərdir və bu aradakı bucaq 100 dərəcədir. Onda 2 alfa bərabərdir, 100 olarsa alfa bərabərdir, 50 dərəcə olar. Yəni, düşmə bucağı 50 dərəcə. Qayıtmanın hissəsi o da 50-dir. A variantı. 47. Hansı ifadələr doğrudur? Bir cisim maqnit sahəsinə qüvvə xətlərinə perpendikulyar istiqamətdə daxil olan elektronun sürəti azaldıqda. Elektronun sürəti azalanda burada nə baş verər? Təsir edən qüvvə azalar. Niyə? Çünki baxaq düsturuna. F bərabərdir MA yazsaq, A-nın da yerinə V kvadrat bölür yazsaq. V azaldığına görə F də azalacaq. Ona görə 1 doğrudur. Fırlanma periyodu sürətdən asılı deyil. Ona görə o dəyişmir. Həmçinin tezlik də sürətdən asılı deyil. Sonra bizə deyir ki, xüsusi yük azalır. Xüsusi yükün düsturu Q bölünsün M-dir. Sürətdən asılı deyil o da. Radius necə? Radius bərabərdir MV bölünsün QB. Burada da V azaldığına görə R də azalacaq. Ona görə 5 də doğrudur. Doğru cavab olur 1 ilə 5. İndi burada mən yaza ağlıma gəldi. Deyə bilərsiniz ki, radius da dəyişir, V də dəyişir. Necə bildiniz? Burada A-nın yerinə omega V də yaza bilərsiniz. Omegası dəyişmir, amma V-si azalır. Ona görə F azalacaq. A-nın azalması nəticəsində. Ya da belə deyim sizə, V vurulsun V bölünsün R kimi baxsaz, R azalırsa qüvvəni artırmalıdır. V də azalır. Bu ikisinin azalmağı bir-birini dəf eləyir. Biri azalır deyənə F azaldır, biri də artırır. Biri azaldır, biri artırır, nəticədə dəyişmir. Amma bu qalan V ki azalır. Bax, həmin o omega V-nin elə bil ki, tək qalan V-sidir də. Ona görə qüvvə azalacaq. Yəni, bu sizi çaşdırmasın. 48. Üfüqə bucaq altında olan artıq proqramda yoxdur deyə o suala baxmırıq. 49. Demək, cərəyan şiddətin rəqs tezliyini istəyir bizdən. Sarğacdır.
müqavimət var, bir də induktivlik var. Pi də var. Bizdən tezliyi istəyir. Yaxşı, gəlin baxaq da tezliyi necə tapa bilərik biz burada. İnduktiv müqavimətdir özdə XL. XL-in düsturundan çıxaq yola. XL bərabərdir omega L 2 pi nu L. Buradan nu-nu tapsaq XL bölünsün 2 pi L. Hesablayaq. 30 bölünsün 2 vurulsun 3 vurulsun 0,1. Bura 5 eləyir. 5-i də onda 1-ə böləndə eləyəcək 50. Cavab olur 50 saniyə üstü -1. Və sonuncu sualımız 50. Fotoelektronların kinetik enerjisindən udulan fotonların tezliyindən asıllıq qrafiki verilmişdir. A nöqtəsinə uyğun udulan fotonların tezliyi nü minimumdan 3 dəfə böyükdürsə, yəni bura 3 nü minimum olarsa, fotoelektronların kinetik enerjisi, udulan fotonların enerjisi və çıxış işi üçün nə uyğun olar? Demək, çıxış işi, bax biz demişik ki, hansı qiymət olacaq? Çıxış işi buradakı qiymət olacaq. Yəni, A çıxış bərabərdir 3-ə. 3-ə gedir A variantı. İndi Y kinetiklə Y fotonu tapmalıyıq. Deməli, Einstein tənliyi yazsaq, Y foton bərabərdir, Y kinetik üstəgəl A çıxış. Y fotonun yerinə 3H nü minimum yazıram. Çünki H nüdür. Nü də 3 nü minimuma bərabərdir. Bərabərdir. Y kinetik üstəgəl A çıxışın da yerinə H nü minimum. Buradan görürəm ki, Y foton A çıxışdan 3 dəfə böyükdür. Əgər Y foton 3 dəfə böyüksə, A çıxış 3 olan yerdə Y foton nə olar? 9 olar da. Ona görə 2-yə gedirdi. Bəs Y kinetiki buradan tapanda 2H nü minimum eləyir. Yəni A çıxışdan 2 dəfə böyükdür. Bu da olacaq 6. 1-ə B, 2-yə D, 3-ə də A. Beləcə daha bir testin sonuna gəldik. Ümid edirəm ki, sizin üçün hər şey aydındır. Aydın olmayan bir yeri varsa əgər, xahiş edirəm ki, rəylərdə bildirəsiniz, geri dönüş edəsiniz. Eyni zamanda sınaq qrupumuza da qoşula bilərsiniz. Sınaq qrupumuz tamamilə ödənişsizdir. Yəni, fayda verməkdir orada məqsəd. Və qoşulmaq istəyirsinizsə, bu nömrə ilə WhatsApp-dan əlaqə saxlamağınız kifayətdir. Gələn videolarda görüşənə qədər. Və onu da deyim ki, kanala abunə olmağı unutmayın ki, orada müəyyən bir saydan sonra biz sizin üçün daha böyük işlər görə bilərik. Necə ki, biz sizə dəstək veririk, sizin dəstəyiniz daha asandır. Yəni, bir tıkla abunə ola bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Gələn videoda görüşənə qədər. Hələlik.